Salam, bugün sizə blok sağlamın ikinci seriyasının suallarını izahı verəcəm. Deməli, sualın şərtini özünüz oxuyarsınız, mən verilənləri yazıram. Birinci sualda deməli DL2 verilibdir. DL2, LK6, B2, deməli BNC göstərən segmentin sahəsi olarsa, deməli bizə BAC bucağını 30 dərəcə veribdir. Deməli, buraya gəlin bir x yazaq. Biz bilirik ki, toxunanın üstünün əsasən x plus 2'nin kvadratı bərabərdir 2 vurulsun 2 plus 6'ya, yəni 16'ya. Təbii ki, burada biz x-i parçanın qiymətini işarə etdiyimizə görə, yəni həm də burada hər iki tərəfin kvadrat kökünü aldıqda yaxşı ədədlər alınır deyə birbaşa elə x-in mənfi qiymətini nəzərə almayaraq hər iki tərəfdən kök alıram. X plus 2 4'ə bərabərdir və buradan alaraq ki, x 2'yə bərabərdir. Deməli, x 2'dir. Bizdən soruşulan o 7 üsbucaqdır. Yəni, baxın, bu üsbucağın sayəsini bizdən soruşur. Bu üsbucaq gördüyünüz kimi kör bucağı üsbucaqdır və bu üsbucağın o tərəfindən 7 tərəfinə olmasa da onun uzantısına, yəni bu tərəfə hündürlük çəkilə bilər. Hansı ki, biz ona şəkildə də gördüyünüz kimi radius deyəcəyik. Çünki bilirik ki, radius baxın, bu toxunma nöqtəsidir, ona perpendikulyardır. Yəni, bunun xarici oblastında yerləşən hündürlüyüdür. Yəni, S bərabərdir 2/1 AH düsturunu bilirik. Yəni, üçbucağın A tərəfi və ona çəkilmiş HA hündürlüyünün hasinin yarısıdır həmin üçbucağın sahəsi. Deməli, bu üçbucağın sahəsi tapmaq üçün DY tərəfi mövcuddur. Deməli, biz DY tərəfini çəkilmiş hündürlüyü, yəni radiusu tapmalıyıq. Onun üçün də, deməli, baxın, deyir ki, BNC göstərən uyğun segmentin sayəsi budur. Birinci görək, bu BNC göstərən uyğun segmentin sayəsi bu dairənin hansı hissəsidir? Deməli, burada 30 dərəcədirsə BAC bucağı və BNC qövsü də 150 dərəcəyə bərabər olacaq. Baxın, bu qövs BNC qövsü 150 dərəcəyə bərabər olacaq. Əgər BNC qövsü 150 dərəcədirsə, bu mərkəzi bucağa görə, baxın, burada 150 dərəcəyə bərabərdir. Deməli, BNC qövsünün uyğun segmentin sayəsi, yəni segment, baxın, buradır. Segment, həmin hissə buradır, buranın sayəsidir bu. Deməli, bu hissənin sayəsini necə tapa bilərik? Təbii ki, bilirik ki, baxın, bu hissə nəyə bərabərdir? Yəni, həmin hissə dairənin sektorudur. Sektorun sayəsini bilirik ki, pi r kvadrat bölünsün 360 Rusun alfa düsturunu tapırıq. Biz bu, baxın, bunu göstərim. Baxın, bu hissədən gərək həmin bu üçbucağın sahəsini, baxın, bu BOC üçbucağın sahəsini çıxaq ki, həmin bu ştrixlənmiş, yəni göy rənglə ştrixlənmiş BNC qövsünün uyğun segmentin sahəsini tapaq. Deməli, bunun üçün bilirik ki, baxın, bu radiusdur. Üçbucağın iki tərəfi və onun arasında iki bucaq mövcuddursa, 2/1 AB sinüs alfa düsturunu yazmaq daha belə əhəmiyyətlidir. Ona görə yazıram 2/1 AB, o tərəflər eynidir, r kvadrat, sinüs 150-də 2/1 alır. Elə burada birbaşa verilənləri mən yazım bunun üstündə. Alfa bucağı 150 dərəcədir. Bunlar ixtisar getsə, nə qalır burada? Məsələn, 0'a getsə, 3'ə bölsək, 12, 5, deməli, 5 pi r kvadrat, deməli, 5 pi r kvadrat bölünsün 12, çıxılsın 4/1 r kvadrat bərabərdir 5 vurulsun, deməli, daha doğrusu 4 vurulsun 5 pi minus 3 bölünsün, deməli, 3'ə. Bunu sadələşdirsək, gəlin belə eləyək də 5 pi r kvadrat bölünsün 12'ni olduğu kimi saxlayaq. Burada yazaq, sürət və xərəcə 3'ə vursaq, 3r kvadrat bölünsün 12. Bunu da sürət və məxrəcini 4'ə vursaq, 12, 16, deməli, 5 pi minus 3. R kvadratı mütəzərisini çıxarıram.
Bu 12'lər onsuz da məxrəcdədir və görürsünüz ki, bərabərlik işarəsi ilə bunu ataq keçsin. R kvadrat vurulsun 5pi minus 100 bərabərdir 16 vurulsun 5pi minus 100'ə. Görürsünüz ki, 5pi minus 100, 5pi minus 100 bərabərliyin hər iki tərəfində var deyə bunu ixtisar edə bilərik. Deməli, alırıq ki, R kvadrat 16'ya bərabərdir və buradan təbii ki, R-in müsbət qiymətini 4'ü götürürük. R 4'dürsə, deməli, bura 4'ə bərabərdir. Yəni, bu körbucağı uzağın uzantısına çəkilmiş hündürlükdür. Düsturda yerinə qoyaq 2'də 1 A tərəfi 2, yəni D-yi vurulsun həm tərəfi çəkilmiş hündürlük və yaxud ona biz radius deyirik. Yəni bu məsələdə radius deyirik. Cavab eləyəcək 4 Y bəndi. Deməli, ikinci sualda deməli, burada deyir ki, X sürücün yaşını göstərir. Deməli, 18 yaşlı Cavidanın mane... Deməli, gəlin Cavidanın biz həm bu belə deyək, reaksiya müddətini hesablayaq. Tx bərabərdir. X-i yerinə qoyuram bu verilmiş funksiyada. Deməli, elə birbaşa yazımda 3,24 çıxılsın 7,2 üstə gəlinsin 26. Bu bərabərdir Cavidin reaksiya müddətinə. Yəni, o da bir ty-dir tutaq ki, yəni 0,1 y kvadrat çıxılsın 0,4 y üstə gəlsin 26. 26'lar burada islah gedir. İxtisar yox, islah. Deməli, buradan biz belə bir kvadrat təyin alarıq. Deməli, 0,1 y kvadrat çıxılsın 0,4 y. Yəni, buradan bunu çıxanda eləyir. Mənfi 3,96 bərabərin digər tərəfinə göndərsək, müsbət 3,96 bərabərdir 0. Hər tərəfi burada ona, daha doğrusu 100'ə vırsaq, y kvadrat çıxılsın, deməli 40 y üstə gəlsin 396 bərabərdir 0'a. Deməli, bu təyin kökləri nədir? Y1 396 11 vur 2 vur 18 22 vur 18 cəmdə 40 edir. Onda biri 18'dir. Diğeri ise diğer kök ise 22'dir. Lakin burada Cavidan baxın 18 yaşı var və deyir ki, Cavid Cavidandan böyükdür. Deməli, Cavidin 18 yaşı ola bilməz. Deməli, Cavidin 22 yaşı var. C bəndi. Üçüncü sualda baxın, bundan 2 dənədir. Birində tangens 2 bettanı soruşur, birində tangens 2 alfanı. Baxın, tangens 2 alfanın yerinə biz həmin bu bucaqların cəmini yaza bilərik. Yəni biz bu bucağa bir teta bucağı, buna isə bir gamma bucağı desək, tangens 2 alfa tangens gamma ilə tetanın cəminə bərabərdir. Həmçinin tangens 2 bettanı tapmaq üçün isə deməli, tangens 2 betta bərabərdir nəyə? Bu dəfə isə həmin o bucaqların fərqinə bərabərdir. Teta çıxılsın qammaya. Bilirik ki, tangens teta çıxılsın qamma nəyə bərabərdir? Tangens teta çıxılsın tangens qamma bölünsün. Bölünsün, bir üstə gəlsin. Tangens teta olsun tangens qamma. Verilənləri yerinə yazıq. Tangens teta budur. Mənfi 1 çıxılsın. Deməli, 2'də 1 bölünsün 1 üstə gəlsin. Bunların hasili. Mənfi 1 vurulsun 0,5. Bunu da hesablasaz mənfi 3 eləyəcək. Y bəndi. Dördüncü sualda deməli, x kvadrat 1'i burada saxlayaq. Mənfi 3x-i bərabərliyin sağ tərəfinə göndərsək, təbii ki, burada x-in sıfırda fərqlidir şərt daxilində. Hər tərəfi x-ə bölsək, x üstə gəlsin 1 bölünsün x 3'ə bərabərdir. Bu arada x kvadrat, baxın, bu isə imtihana düşmüşdü. Bu isə kub yox idi.
X üstəgəlsin 1 bölünsün x 3-ə bərabərdir. Gəlin bunları qruplaşdıraq. Yəni biz nəyi tapmalıyıq onu daha rahat şəkildə görmək üçün. X kub üstəgəlsin x kvadrat plus 1 bölünsün x kvadrat üstəgəlsin x plus 1 bölünsün x. Deməli, sağdan sola doğru hesablayaq. X plus 1 bölünsün x gördüyünüz kimi 3-ə bərabərdir. Buradan almışıq bunu. Yəni bu 3-ə bərabərdir. X kvadrat plus 1 bölünsün x kvadrat hesablamaq üçün gəlin bu bərabərliyin hər tərəfini kvadrata yüksəldək. Biz hamımız bilirik ki, x kvadrat üstəgəlsin 2 üstəgəlsin 1 bölünsün x kvadratına bərabərdir bu. Buradan da anlarıq ki, deməli x kvadrat üstəgəlsin 1 bölünsün x kvadrat 7-yə bərabərdir. Yəni bu hissənin də qiyməti oldu 7. Aha, sağdan sola getsə çətinlik dərəcəsi nisbətən artır. Baxın, biz aldıq ki, burada boş yer var da, buradan yazın. X üstəgəlsin 1 bölünsün x nəyə bərabərdir? 3-ə bərabərdir. İndi bunu hesablamaq üçün, yəni baxın bu hissəni hesablamaq üçün hər tərəfi kuba yüksəldək. Biz cəmin kubunu bilirik də ki, nəyə bərabərdir? Baxın, a kub üstəgəlsin 3a kvadrat b üstəgəlsin 3ab kvadrat üstəgəlsin b kub bərabərdir 27-yə. Deməli, x kub üstəgəlsin, bu eləyəcək 3x, bu eləyəcək deməli 3 bölünsün x, üstəgəlsin 1 bölünsün x kub bərabərdir 27-yə. Deməli, x kub üstəgəlsin, buradan 3 mötəzayicəni çıxarıram. X plus 1 bölünsün x, üstəgəlsin 1 bölünsün x kub 27-yə bərabərdir. X plus 1 bölünsün, danışamadım, 3-ə bərabərdir. Deməli, x kub üstəgəlsin 1 bölünsün x kub eləyəcək neçə? 18. Deməli, bunun da qiyməti elədi 18. Bunları toplasaq, deməli, 18 plus 7 üstəgəlsin 3 cavab eləyəcək 28. Yəni, B variantı. 5-ci sualda, deməli, tənasübdür. A bölünsün B bərabərdir. C bölünsün D. Tutaq ki, belə bir tənasübdür. Deyir ki, tənasübün kənar hədlərinin cəmi 5-ə bərabərdir. Bilir ki, A ilə D bu tənasübün kənar hədləri, B ilə C isə bu tənasübün orta hədləridir və tənasübün xassəsindən əsasən bilirik ki, tənasübün orta hədlərinin hasili kənar hədlərinin hasilinə bərabərdir. Elə məhz bundan istifadə edəcək burada. Kənar hədlərin cəmi, yəni A plus D 5-ə bərabərdir. Orta hədlərin hasili isə 4-dür, yəni BC 4-dür. Bayaq dediyim qaydaya əsasən BC 4-dürsə, elə AD də 4-ə bərabərdir. Kənar hədlərin kubları cəmini soruşur, yəni A kub plus D kub cəmini bizdən soruşur. Biz standart düsturdan bilirik ki, A plus D vurulsun A kvadrat çıxılsın AD plus D kvadratına bərabərdir bu. Bunu gəlin biraz dəyişək. Yəni bizə verilənlərə əsasən, yəni sırf bizə verilənlərin iştirak etdiyi bir düstur formasına çevirək. A plus D vurulsun A kvadrat plus D kvadratın yerinə A kvadrat minus AD plus daha doğrusu mən yazdım. A kvadrat plus D kvadratın yerinə A plus D'nin kvadratı çıxılsın 2AD yazır. 2AD'ndə də AD çıxanda 3AD. Bu da bərabərdir nəyə? Vuraq açaq. A plus D'nin kubu çıxılsın 3AD vurulsun A plus D'yə. Yəni bu kublar cəminin köməkçi düsturunu alırıq buradan. A plus D'nin kubu deməli 125 çıxılsın 3 vurulsun AD 4 vurulsun 5. Verəcək 65. A variantı. Deməli 6-cı sualda radius çevirək. Potansialın düzbucaqlı subcağın daxilində çəkilmişdir. Tutaq ki, belə bir düzbucaqlı subcaq götürək. Deməli A, B, C. Bunda daxilində tutaq ki, belə bir çevrə var. Aha, belə bir çevrə var. Daxil çəkildiyinə görə əsasən onun radiusuna kiçik yerlə işarə edirlər. Biz bilirik ki, bu kiçik yer nəyə bərabərdir? A plus B minus C bölünsün 2-yə bərabərdir.
Və burada deyir ki, 2 eğer S 13 əddi silsiləm ilə gətirir. Əddi silsiləm ilə gətirirsə, biz bilirik ki, bunu 2-yə vursaq 2 ilə S-nin cəminə bərabər olacaq. Və yaxud eğer 2 ilə S-nin ədədi ortasına bərabərdir. Onsuz da oradan tənasüb şəklində vuranda, yəni bir-birinə ekvivalent şeylər alınır. Baxın, yəni eğer 2-yə vursaq, 2 eğer nəyə bərabərdir? S üstə gəlsin 2-yə. Həmçinin burada da, baxın, eğer bununla bunun cəminə bərabərdir. Bir də ki, S bununla bunun cəminə bərabərdir. Daha doğrusu cəminin yarısına bərabərdir. Deməli, 2S bərabərdir nəyə? Eğer üstə gəlsin 13-ə. Buradan tənasüb şəklində vuraq. Buradan alırıq ki, 2 eğer nəyə bərabərdir? A plus B minus S'yə. Gəlin bunu toplayaq tərəf-tərəfə. Deməli, 2 eğer üstə gəlsin 2S bərabərdir. S plus R üstə gəlsin 15. Buradan alırıq ki, S plus R 15'ə bərabərdir. Buradan R'i tapaq. Gətirib burada yerinə qoyarıq. 15 minus S. Qələmin rəngini dəyişib, ürəyim sıxıldı. 2 vurulsun. 15 minus S. Bunu yazıram. Bərabərdir. A plus B çıxılsın S'yə. Deməli, 30 çıxılsın 2S bərabərdir. A plus B minus S'yə. Bizim uzun perimetrini soruşur da. Yəni, buradan alırıq ki, A plus B plus S nəyə bərabərdir? 30'a bərabərdir. Yəni, düzgün cavab A variantı olacaq. 7-ci sualda deməli, bərabərsizliyin tam ədədinin sayını tapın. Baxın, bu var ha, bu. Nəyə bərabərdir bu? X çıxılsın 3 vurulsun. X kvadrat plus 3x plus 9'a bərabərdir. Biz onsuz da məsələn x kub minus 27'ni məsələn 0'a bərabər eləyəndə x daxildir deməli həqiqi ədəd çoxluğunda deyirik ki, məsələn x-in 3 qiyməti bu tənliyi ödəyir. Lakin biz bilirik ki, tənliyin 10 dərəcəsi qədər kökü var. Bu tənliyin bir kökünü biz buradan tapırıq. Diğer kökü, yəni həmin o 2 kökü burada yerləşir. Lakin onlar, yəni o köklər həqiqi deyil. Həqiqi olmadığına görə, baxın, bu var ha, bu hissə. Bu hissənin diskriminantı mənfidir. Və baş ədədin əmsalı, yəni x kvadratının əmsalı 1-dir, müsbətdir. Deməli, x-in istənilən qiymətində, baxın, bu vuruğun qiyməti müsbət olacaq. Yəni, bunun qrafiki, bilirsiniz ki, abs-toxunu kəsməyərək və deməli, ordinat toxunu sərbəst həddin müəyyən qiymətində kəsərək parabolanın qolları yəni yuxarı doğru yönəlir. Həmçinin bunun digər vuruğunda da həmin hal müşahidə olunacaq. Baxın, bunun da vuruqlarını yazaq. Nəyə bərabərdir? X plus 3 vurulsun x kvadrat minus 3x plus 9. Yenə baxın, yenə bu müsbətdir. Çünki bunun da diskriminantı kiçikdir 0. Bununki də diskriminant kiçikdir 0. Baş ədədin əmsalı da müsbətdir. X kvadratın qarşısında 1 dayanır, müsbətdir. Deməli, hər ikisi müsbətdirsə, biz heç onu nəzərə almaya bilərik də, düzdürmü? Heç onu yazmıram mən. Elə x-in üstünə x plus 3 yazaq. X çıxılsın 3 vurulsun. X plus 3. X kvadrat çıxılsın 2x. Minus 35. Bölünsün. Deməli, x kvadrat minus 9. X 3 vurulsun. X plus üstü də kiçikdir 0. Deməli, burada bunları ixtisar eləyə bilərik. Lakin hökmə qeyd etmək lazımdır ki, x fərqlidir 3-dən, bir də x fərqlidir mənfi 3-dən. Yəni, bu şərti yazıb ixtisar eləyə bilərik. Deməli, əlimizdə nə qaldı? X kvadrat çıxılsın 2x minus 35 kiçikdir bərabərdir 0. Bunun vuruqları nədir? X minus 7 olsun x plus 5'dir də. Kiçikdir 0. İnterval çəksək. İnterval deyirəm, ədəd oxu çəksək. Mənfi 5 alır hamısını. Mənfi 5'i də alır, 7'ni də alır. Deməli. Baxın, bu müsbətdirsə, elə plus minus plus olaraq qeyd edə bilərik. Və yadda salmaq lazımdır ki, əgər vuruqlarda tutaq ki, məsələn, olur da, məsələn, belə hallar olur. Məsələn, tutaq ki, haşiyədən biraz çıxıram.
Belə olanda bu x kvadrat baxın intervalın bu iki sərhədində eyni işarə saxlayır. Yəni ya plus plus olur, ya minus minus olur. O da diqqət edin. Deməli, bizə mənfi aralıq lazımdır. Eləyəcək mənfi 5 ilə 7 aralığı. Yəni parçası daha doğrusu. Mənfi 5 ilə 7. Burada nə var? Sayın soruşur. Bax, yazaq da hamısını. Mənfi 5, mənfi 4. Deməli, mənfi 3 almır. Mənfi 2, mənfi 1, 0, 1, 2, 3 almır. 4, 5, 6, 7. Neçədən oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 dənə. Cavab olacaq 11 Y-vəmdir. Deməli, 8-ci suala baxaq. 8 yazılmaq üçün gəlin mən bu hissəni silim. Videonu dayandırıb bu hissəyə baxa bilərsiniz. Deməli, kəsirlərin cəmi bu olarsa A parametrin qiymətini hesablayın. Gəlin bunları toplayaq. AX bölünsün x minus 4 üstə gəlsin bx plus c bölünsün x plus 4 bərabərdir. Yəni 35 x minus 12 bölünsün x kvadrat minus 16. Deməli, vuraq. Ortaq məhrəcə gətirək. X minus 4 vurulsun x plus 4. AX vurulsun x plus 4. Üstə gəlsin bx plus c vurulsun x minus 4. Bərabərdir. 35x minus 12 bölünsün x kvadrat minus 16'da bilirik ki x minus 4 vurulsun x plus 4'e bərabərdir. Gəlin vuraq açaq. Ax kvadrat plus 4ax üstə gəlsin bx kvadrat minus 4bx plus cx minus 4c. Məxrəclər eynidir. Ortada da bərabərlik işarəsi varsa sürətlər də eynidir. 35x çıxılsın 12'ye. Deməli, gəlin burada x kvadratları bir yerə yığaq. Burada yəni x dəyişəndə iştirak edən həmin bu ifadələri bir yerə yığaq. Burada mənfi 4c-də burada sərbəst hədd kimi iştirak edir. Deməli, ax kvadrat plus bx kvadrat. Buradan x kvadrat mütərizə ayrıcını çıxaram. X kvadrat olsun a plus b. Buradan bu altını yaşıl xətlə çəkdiklərimdən x-i mütərizə ayrıcını çıxaram. 4a minus 4b plus c. Çıxılsın 4c bərabərdir 35x minus 12. Deməli, gördüyünüz kimi bu bərabərliyin bilirsiniz ki, bu bərabərlik eynilikdir və ümumiyyətlə hər bərabərlik eynilik deyil də, bunu yəni ki bilirsiniz. Məsələn, baxın, burada x kvadratı olmadığına görə, deməli, bu hissədə də olmamalıdır. Təbii ki, mənfi x kvadrat plus a plus b iştirak eləmədiyinə görə bərabərliyin bu tərəfində hökmən ki, x kvadratının əmsalı sıfıra bərabər olmalıdır. Yəni, a plus b sıfıra bərabər olmalıdır və biz buradan alırıq ki, a mənfi b-yə bərabərdir. Baxın, bu hissə var ha, bu hissə. Bu elə 35'in əmsalı, daha doğrusu x-in əmsalı, yəni 35'ə bərabərdir. Buradan 4'ü möhtəzə ayrıcını çıxaram, baxın buradan. 4 vurulsun a minus b üstə gəlsin c. Bərabərdir 35'ə. Baxın, çıx 4c, çıx 12. Deməli, c3'dür də. Niyə belə uzadaq ki? 4 vurulsun a minus b üstə gəlsin 3 bərabərdir 35'ə. Deməli, a minus b nəyə bərabərdir? 8'ə. A mənfi b olduğuna görə və yaxud elə mənfi b-ni yenə a yazaq. Eləyəcək 2a bərabərdir 8. Onsuz soruşur da. Buradan alarıq ki, a 4'ə bərabərdir. Yəni, D variantı olacaq. 9'da deyir ki, kompleks ədədi sırf xəyali ədəddir. Bu ədədin qoşması z üstü xətt bərabərdir mənfi 8 olarsa a kvadrat plus b kvadrat cəmini tapın.
Gəlin təkrarlayaq. Tutaq ki, kompleks ədədimiz z bərabərdir a plus b şəklində olsun. O zaman bu kompleks ədədin, yəni z kompleks ədədin qoşması a minus b olacaq. Baxın, bunlar qoşma kompleks ədədlərdir. Biri də var, rasionallaşdırıcı vuruq. Yəni 2 plus 3 ilə 2 minus 3 bunlar qoşma kompleks ədədlərdir. Lakin kök 5 minus 1 ilə kök 5 plus 1. Məsələn, biz bəzən bunlara birinin digərinin qoşmasıdır deyirik, lakin doğru deyil. Onlar rasionallaşdırıcı vuruqdur. Yəni, məsələn, bəzən deyir ki, məxrəci, verilmiş kəsrin məxrəcini rasionaldan azad edin. Bu zaman deyirik ki, məsələn, məxrəci qoşmasına vuraq. O qoşma deyil, hətta saxlayaq ki, o nədir? Rasionallaşdırıcı vuruqdur. Deməli, sırf xəyali ədəddir deyir. Əgər kompleks ədəd sırf xəyali ədəddirsə, onun həqiqi hissəsi 0-a bərabər olmalıdır. Yəni, elə buradan yazıram, buna uyğun olaraq yazıram. Deyirsə ki, əgər kompleks ədəd sırf xəyali ədəddir, deməli, a 0-a bərabərdir. A həmçinin bilirsə, z-dir. Yəni, real part of z, o a-dır. O da 0-a bərabərdir. Əgər deyirsə ki, sırf həqiqi ədəddir, onda b 0-a bərabərdir. B də bilirsiniz nədir? Təbii ki, imz, yəni imaginary part of z, o da 0-a bərabər olacaq. Əgər indi deyir ki, sırf xəyali ədəddir, deməli, həqiqi isə 0-a bərabərdir, yəni a 2b-yə bərabərdir. A bərabərdir 2b. Və bu ədədin qoşması budursa, yəni, baxın, bu xəyali hissənin əmsalı nədir? -8. Deməli, bura olacaq 8. A plus 2b 8-ə bərabərdir. A-nın yerinə 2b qoysaq 4b 8-dir. Onda b 2-yə bərabərdir. Onda a da 4-dür. Kvadratlar cəmdə 16 plus 4 eləyəcək 20. 10-cu sual. 10-cu sual şərtin uzun olmağına baxmayın. Yəni, elə bir dərin sual deyil. Heç də neyə bilərik? Baxın, bunun radiusu 4-dür. Yazaq, bunun radiusu 4-dür. Bura 3-dür, bura 2-dir. Bu təcrübə arabasının təkərləridir. Hərəkətə başlayır. Ən az neçə metr yol gedəndən sonra ABC nöqtələri yenə də eyni anda yerlə təmasda olar. Yəni, oturub uzun-uzadı danışa bilərik, amma yəni, ümid edirəm ki, siz bunu oxuyub artıq bu 3 dənə çevrənin uzunluğunu tapıb və hər üçünün əkobunu hesablanmalı olduğunuzu artıq düşünmürsünüz. Ona görə uzatmaq istəmirəm. Baxın, topulda bunun 2 dənə olan var da, traktorun ayaqları deyirəm, yəni təkərləri. Burada da 3 dənə var da, yəni onun söhbətə nə dəxlisi var ki? Tutaq ki, bu çevrənin radiusu L1 olsun, 2 vurulsun, 3 vurulsun, 4. Eləyir 24, L2 eləyəcək 2 vurulsun, uzunluğunu tapıram da 2 pertüstürün əsasən. Eləyəcək 18, L3 eləyəcək 2 vurulsun. 3 vurulsun, 2, yəni 12. Biz 24, 18, 12-nin əkobunu tapmalıyıq. Yəni, əkob. 24-ün yerinə yazağın. Nə yazağın? 2-nin kubu vurulsun. 8-i də vurulsun 3. 18-in yerinə yazaq. 3-ün kvadratı vurulsun 2. 12-nin yerinə yazaq. 2-nin kvadratı vurulsun 3. Bir iki əkob tapanda, baxın, 2, 2-nin kubu, 2, 2-nin kvadratı. Ən yuxarı olan hansıdır? Yuxarı deyirəm. Ən böyük olan hansıdır? 2-nin kubu, yəni 8. Vurulsun 3, 3-ün kvadratı 3. Ən böyük olan hansıdır? 3-ün kvadratı. Yazırsam bura. 72. 11-də deyir ki, sualəsində vuruqları ayırın. Görür ki, burada 12,5 x, y var. Yəni, sadəlik üçün gəlin hər tərəfi 2-yə vurub 2-yə bölək. Yəni, qabağa bir 0,5 ataq. Və mötərizənin daxilində 2-yə vuraq. 12x kvadrat üstə gəlsin 25xy üstə gəlsin 12y kvadrat. Bunu bu şəkildə qruplara ayıra bilərik də, bunu bilirik. 3x, 4x, 12y kvadratın yerinə 4y, 3y. Bunları çarpı şəkildə vurub toplayanda ortadakı verirsə, deməli, qarşı-qarşıya toplayıb vura bilərik. Yəni, 9xy-dən 16xy-nin cəmi 25xy verdiyinə görə bizim vuruqlarımız bu şəkildə olacaq. 0,5 vurulsun. 3x plus 4y vurulsun. 4x plus 3y.
hansı variantdadır? A-da deyil, C-də deyil, burada da deyil. Y. Deməli 12-də. 12-də gərək biz x-in qiymətini hesablayaq ki, burada yerinə qoyaq. Çünki onsuz da vəziyyət mürəkkəbdir. X-i gətirib burada yerinə qoysaq, ümumiyyətlə çıxılmaz bir vəziyyətə düşərik. Yəni hökmən ki, hardasa bir nəticə alacağıq, amma çox mürəkkəb olacaq, mən yəni belə düşünürəm. Deməli, 3-cü dərəcədən kök altında 5 kök 2 plus 7-ni biz elə bir hala gətirməliyik ki, onu biz A plus B-nin kubu şəklinə salıb, orada kubla belə deyək də, kökün 3-cü dərəcəsi ixtisar geçsin və əlimizdə daha sadə bir ifadə qalsın. Bu, yəni əsasən görmək məsələsidir. Çünki bunu cəmin kubu şəklinə gətirmək elə də asan deyil. Təbii ki, mən bu sualı dəfələrlə yazmışam deyə bilirəm, amma nə bilim. 5 kökün yerinə deməli biz yaza bilərik 3 kök 2, üstə gəlsin 2 kök 2. 7-nin üstünə deyirəm, yerinə yazaq 6 plus 1. Deməli, neyək? Diqqətlə baxsaq, çox diqqətlə baxsaq, 6 ilə 2 kök 2-ni yan yana gətirsək, üstə gəlsin 1, üstə gəlsin 3 kök 2. Baxın, burada əslində bir ipucu var. Burada kök 2 varsa, deməli, cəmin kubunu əmələ gətirən ədədlərinin birində hökmən ki, kök 2 var. Deməli, bu bilirsiniz nəyin kubudur? 3-cü dərəcədən. Bu, kök 2 plus 1-in kubudur. Yəni, buna çox vaxt ayırmaq istəmirəm. Çünki yəni, burada izah olması bir şey yoxdur. Bu, eləcə kök 2 plus 1. Əgər bu kök 2 plus 1-dirsə, bəs bu nədir? İndi belə bir məsələ var. Bu kök 2 minus 1-dir, yoxsa 1 minus kök 2-dir? Bu 7-nin yerinə kökdə 49 yazsaq, 5-i də içəri tullasaq, kökdə 50, kökdə 49-dan kökdə 50 çıxanda mənfi olur da. Deməli, bu nəyə bərabərdir? Baxın, bu hissə. Bu hissə nəyə bərabərdir? 1 bölünsün 1 minus kök 2. Bu da elə, belə deyək də, mənfi kök 2 plus 1 deyil. Deməli, bunlar da bununla da bunu toplayanda aydındır ki, 0-a bərabər olacaq. Deməli, x 0-dır. Deməli, burası 0, 0, 0 qaldı 5. 13-də deyir ki, üst qarışıqda spirtin faizi həndəsizliyə əmələ gətirir. 1-200 qarışıqlarını 204 nisbətində qarışdırsaq 32 faizli, 3-2-1 nisbətində qarışdırsaq 22 faizli spirt qarışığı alınır. Hər qarışıqda neçə faiz spirt var? Bu sualın həlli biraz uzun gəlir deyə düşünürəm ki, bu imtahan formatına uyğun deyil. Sadəcə, yəni, maraq üçün istəyənlər yaza bilər. Deməli, baxaq, tutaq ki, bu olsun birinci qab, 2, bir də 3-cü qab. Deməli, tutaq ki, birinci qab x faizli spirt qarışığıdır burada. Bu y faizli, bu da z faizli. Son şərtinə görə, deməli, x, y, z həndəs silsiləsinə əmələ gətirir. Həndəs silsilənin həndəs orta qaydasına əsasən y kök altında x z-ə bərabərdir və yaxud y kvadrat nəyə bərabərdir? X z-ə. Bu, burada dursun, bundan istifadə edəcəyik. Deməli, 1-200 qarışıqlarını 204 çəki nisbətinə qarışdırsaq, yəni çəki nisbəti deyir. Baxın, tutaq ki, bundan 1 qram götürək. 1 qram. O nə qədər olacaq? Elə bir ki, x bölünsün 100 faizli olacaqdır, düzdürmü? Bunun 1 qramı y bölünsün 100. Deməli, bunun 1 qramda olacaq nə qədər? Z bölünsün 100. Deyir ki, 204 çəki nisbətində qarışdırsaq. Vurulsun 2, vurulsun 3, vurulsun 4. Əslində, k-ları yaza bilərik. Lap tutaq ki, yazaq da k-ları da yazaq. 32 faizli spirt qarışığı alınır. 2k, 3k, 4k. Deməli, çəki nisbətində qarışdırırıq da. Bir yerdə nə qədər olur? 9k.
Yəni 9K-nın 32%. Yəni 2kx bölünsün 100, üstə gəlsin 3ky bölünsün 100, üstə gəlsin 4kz bölünsün 100, bərabər olacaq 9k vurulsun 32 bölünsün 100. K'lar onsuz da ixtisar deyə heç k'ları yazmıram. Baxın, yazıram 2x. Elə məxrəcdə də hamısının 100 var deyə elə 100-ü də atıram. 2x üstə gəlsin 3y üstə gəlsin 4z bərabərdir nəyə? 9 vurulsun 32, yəni 288-ə. Analoji olaraq elə biz baxın 204 nisbətinə qarşı 32% spir qarşı alındı. Yenə eyni baxın 3-2-1 nisbətinə qarşıdırıb 32% alır. Yəni biz nə yaza bilərik? Elə bax həmin belə deyək mərhələlərdə heç bunu bir də yazmayacağam. Elə birbaşa təyin yazacağam. Baxın 3x üstə gəlsin 2y 3-2-1 nisbətinə qarşıdırdı. Üstə gəlsin z bərabərdir nə? Deməli 22 vurulsun 6 132. Y kvadratda x z-ə bərabərdir. Baxın, belə bir sistem təyin alırıq. 3 dəyişəndən ibarət. Deməli, gəlin bu hissələri silək. Çünki yeri yoxdur. Gəlin buraları silək. Və bizdə bu qaldı. Aha. Belə. Neyə bilərik? Gəlin bunu buradan silək. Y kvadrat bərabərdir x z. Baxın. Bir yanda qeyd edək. Bunu yadımızda qalsın. Y kvadrat nəyə bərabərdir? X z-ə bərabərdir. Əlimizdə belə bir sistem var. Deməli, bunu necə həll edə bilərik? Belə bir məqsəd qoymalıyıq. Əslində ki, y-nin z-i x-dən əvəz eləməliyik. Doğrudurmu? Gəlin, bu sistem tənliyin, birinci tənliyinin hər iki tərəfini 2-yə vuraq. Vuraq 2-yə, bunu da vuraq 3-ə. Görək nə olur? 4x üstə gəlsin 6y üstə gəlsin 8z bərabərdir 576-ya, bunu da 3-ə vursaq 9x plus 6y üstə gəlsin 3z bərabərdir 396-ya. Çıxalım. Sonra görək nə qalır. Yuxarıdan aşağı sağda 5z çıxılsın 5x bərabərdir. Deməli 180. Bunu alırıq ki z minus x nə bərabərdir? 36-ya. Deməli z nədir? X plus 36-ya bərabərdir. Aha, bunu aldıq. İndi gəlin burada, baxın bu işarə qoydum tənlikdə z-in yerinə x plus 36-ın yazaq. 2x üstə gəlsin 3y üstə gəlsin 4 vurulsun. Z-in yerinə x plus 36 bərabərdir 288. 2x plus 3y üstə gəlsin 4x plus 144 bərabərdir 288-ə. Deməli 3y üstə gəlsin 6x bərabərdir 144-ə. Deməli y nəyə bərabər olacaq buradan? 48 çıxılsın 2x-ə bərabər olacaq. Aha. Heç nə. İndi gəlin yerinə qoyaq. Y kvadrat x z-dir də. Y-in yerinə 48 minus 2x qoyaq. 48 minus 2x'in kvadratı bərabərdir. X vurulsun z. Z-in deyərinə bunu yazıram. X plus 36. Yenə məcburam ki silim. Çünki yeri yoxdur. Neylə? Gəlin bura girək də. Gəlin bura girək. Deməli 48'in kvadratı 2304'dür. Çıxılsın. Deməli 192x plus 4x kvadrat bərabərdir x kvadrat plus 36x
3x kvadrat çıxılsın 228x plus 2304 bərabərdir 0-a. Hər tərəfi 3-ə bölsək, x kvadrat minus 76x. Bunu 3-ə bölsək, neçə dəfə düşür görün. Deməli, 768 bərabərdir 0-a. Bu təyin köklərindən biri 76, 768. Deməli, köklərindən biri olacaq 12. Bunu da geri diskriminantla tapaq. Bu mənim yadımda qalıb sadəcə. Bir də 64. 12-dən 64. Deməli, 64 ödəmir. Niyə ödəmir? Çünki baxın, yeyirik burada mənfi olur. Yeyirik təbii ki, mənfi ola bilməz. Axı, bu bizim şərtimizə ziddir. Bunun görə x-in 64 qiymətini götürmürük. Yəni, bu şərt uyğun deyil. Mən x-i götürürük 12. Deməli, x bərabərdir 12. O zaman z bərabər olacaq 48-ə. Buradan aldım bunu. 48-ə yeyirik nəyə bərabər olacaq? Bəs 48 çıxsın 2x-ə, yəni 24-ə. 24. Belə. X 12, z 48, yeyirik 24. Yəni 12, 24, 48. A variant. Buranı silirəm. 14-ü yazmaq üçün. 14-də deyir ki, təniyinin 0-90 aralığında neçə kökü var. Deməli ki, hər tərəfi 2-yə vuraq. Burada kəsr var, tamam, xoşuma gəlmir. 2 kosinus 7x üstə gəlsin 2 sinus 2x vurulsun sinus 5x bərabərdir. Kökü vurulsun kosinus 2x. Kosinus 7x üstə gəlsin 2 vurulsun. Sinüs alfa vurulsun sinüs beta nəyə bərabərdir? 2-də 1 kosinüs alfamız. Beta çıxılsın kosinüs alfa plus beta. Həmin düsturu yazıram. 2-də 1. 2-də 1. Deməli, kosinüs birbaşa yazıram. 3x minus kosinüs 7x. Kosinüs 7x. Bunu da bu tərəfə göndərirəm. Çıxılsın kökü vurulsun. Kosinus 2x bərabərdir 0-a. 2 kosinus 7x üstə gəlsin. 2-ni vururam içəri. İçəri deyəndə 2-ni 2-də 1-ə vururuq da. Kosinus 3x çıxılsın. Kosinus 7x çıxılsın kökü vurulsun. Kosinus 2x bərabərdir 0-a. Deməli, kosinus 7x üstə gəlsin. Kosinus 3x çıxılsın. Kökü vurulsun. Kosinus 2x bərabərdir 0-a. Kosinus alfa üstə gəlsin. Kosinus beta birlikdə nəyə bərabərdir? 2 kosinus birbaşa yazılsın. 5x vurulsun. Kosinus 2x çıxılsın. Kökü vurulsun. Kosinus 2x bərabərdir 0-a. Buradan kosinus 2x'i mərtəzə çıxarıram. Qalır nə? 2 kosinus 5x minus kök 2 bərabərdir 0-a. Yine aşağı girməyə məcburiyyətində qalacam. Çünki yer satmadı. Bunu da sileyim. Deməli, kosinus 2x bərabərdir 0-a. Bir də ki, 2 kosinus 5x minus kök 2 bərabərdir 0-a. Deməli, 2x nəyə bərabərdir? 1, 2 bu xüsusi halda da pi bölünsün 2, üstü gəlsin pi k. Buradan alarıq ki, x nəyə bərabərdir? Pi bölünsün 4, üstü gəlsin pi k bölünsün 2. K daxildir z. Onu çox vaxt yazmırıq. Amma olsun da yenə. Dərəcəyə çevirək, daha rahat olsun. 45 dərəcə üstə gəlsin, 90 dərəcə vurulsun k. Bunu burada aldıq. Deməli, keçək bura. Buradan alaraq ki, kosinus 5x nəyə bərabərdir?
Kök 2 bölünsün 2'ye. Deməli 5x nəyə bərabərdir? Plus minus pi bölünsün 4. Üstə gəlsin 2 pi, bu da olsun n tutaq ki. 2 pi n. Alırıq ki x nəyə bərabərdir? Minus pi bölünsün 20. Üstə gəlsin 2 pi n bölünsün 5. Yəni köklərdən biri nədir? Müsbət 180 bölünsün 20. 9 dərəcə. 9 dərəcə. Üstə gəlsin 72 dərəcə vurulsun n. Diğeri nəyə bərabərdir? Mənfi 9 dərəcə. Üstə gəlsin 72 dərəcə vurulsun m. Hər birini fərqli şeylərlə, yəni hərflərlə işarə edək də. Yəni biz borclu deyilik ki, tutaq ki, k-ya 1 verəndə gətir burada da k yazsaq, buna da eyni ədədi verək. Ayrı-ayrı işarə edəyin. Belə. İndi gəlin baxaq. K-ya 0 versək, düşür. Deyir ki, 0-90 aralığında. Yəni 0-90. Bax, bu aralıqda düşən köklərin sayını bizdən soruşur. Burada, baxın burada işarə qoyuram. K-ya 0 verəndə kökün 1 olur 45 dərəcə. K-ya 1 versə ödəmir, mənfi 1 versə ödəmir. Deməli, buradan bir dənə kök götürdük. 45 dərəcə. Davam edirəm bura. Baxın, burada n-ə biz 0 versək, düşür. Olur 9 dərəcə, düzdürmü? X olur 9 dərəcə. Bunu götürdük. N-ə 1 versək, yenə düşür. N-ə 1 verəndə neçə olur? 81 dərəcə, düzdürmü? O da həmin aralığa düşür. Bunu da götürə bilərik. 81 dərəcəni götürə bilərik. Başqa heç nə. Mənfi 1 olmur, 2 olmur. Belə. Burada m-ə nə qiymətlər verə bilərik? M-ə 1 versək, olacaq 63 dərəcə. Düzdür? Burada hansı kökləri götürür? 9, 81, 63. Görək başqası olurmu? 0 verdik, 63. Bir dəqiqə, mən 1 yazmışam bura. Yo, elə düz yazmışam da 1. Hə. M-ə 1 verəndə olur nə? 63 dərəcə. Aha, 63 dərəcə. Belə, elə bunlar deyir. Neçə oldu? 1, 2, 3, 4 dənə. Yəni 0-90 aralığında 4 dənə kökü var. B variantı. 15-ci sualda deyir ki, təliyin ən az 3 həqiqi kökü olarsa, n parametrini ala biləcək tam qiymətdən sayını tapın. Baxın, deməli 3 həqiqi kök, ən az 3 həqiqi kök deyirsə, ya təliyin 3 dənə kök olmalıdır, ya da 3-dən çox kök olmalıdır. Yəni tutaq ki, 4 dənə kök olmalıdır. Bu təlik qalsın qırağa. Gəlin belə bir təlik yazaq. Başa düşmək üçün də çıxsın 6 mol x bərabərdir 0-a. Bir dənə də belə təlik yazıram. X kvadrat çıxsın 6 mol x üstə gəlsin olsun 8 bərabərdir 0-a. Biz bu tipli təlikləri necə həll edirik? Mol x-ə t deyirik də, yəni öz aramızda t əvəzləməsi deyirik. Mol x-ə deməli t desək, tənimiz olur necə? T kvadrat çıxsın 6t bərabərdir 0-a. T1 0-dır, T2 6-dır. Yəni mol x-i bir dəfə 0-a bərabər edirik. Bu da mol x-i bir dəfə 6-ya bərabər edirik. Mol x bərabərdir 0-dan x1 0-ı alırıq. X2 buradan alırıq 6, x3 mənfi 6. Yəni bizdə olur 3 dənə kök. Fikir verirsinizsə 3 kök nə vaxt oldu? Təliyin köklərindən biri, yəni t-lərdən biri 0 olanda. Əgər t-lərdən biri, yəni köklərdən biri 0-dırsa, deməli bu təliyin kökləri asili 0-a bərabərdir. Düzdürmü? Çünki 0-ı nəyə vursa 0 eləyir də. Yəni o birisi kökün nə olmasından asılı olmayaraq, əgər təbii ki, söhbət 2 dərəcə, elə fərqi yoxdur, elə 3 dərəcəli olsun. Ortada bir 0 varsa, 0-a vurma varsa, avtomatik olaraq köklər asili 0-a bərabərdir. Düzdürmü? Yəni bizim 4 dənə kök olmağımıza maneçilik törədən bu t-nin 0 olmağıdır. Yəni t-nin 0 olmağı da köklər arasının 0-a bərabər olmağı deməkdir. Bu təlikdə də görürsünüz ki,
Baxın köklər hasilində parametr iştirak edir. Yəni m-2 sıfıra bərabər olmalıdır ki, t'nin üst kökü olsun. Deməli, m-in 2 qiymətini götürdük. Aha. Daha sonra bu sağdakı t'niyə baxalım. Yine burada mod x-ə bir t desək, t'nimiz olur t kvadrat, sılsın 6t, üstə gəlsin 8 bərabərdir 0. Bilir ki, bu t'nin köklərindən biri 2-dir, diğeri 4-dür. Biz bir dəfə o zaman mod x-i 2-yə bərabər eləyib 2 dənə kök alaraq buradan. Bir dənə 2, bir dənə də mənfi 2. Mod x-i bir dəfə də 4-ə bərabər eləyib buradan. Bir dəfə 4 alaram, bir dəfə mənfi 4 alaram. Yəni 1 yerdən neçə dənə kök alaram? 4 dənə kök. Deməli, aha, 4 dənə kök aldım. Nə vaxt oldu? T'lərin ümumiyyətlə T mövcud olmalıdır, düzdürmü? Bu t'ni mən özüm quraşdırdım deyə. Təbii ki, bu diskriminantı müsbətdir ki, mən T'ləri tapmışam da, düzdürmü? Amma bizim verilmiş t'likdə parametr iştirak edir. Ona görə biz deyə bilmərik də bunu ki, diskriminant müsbətdir. 4 dənə kök götürürüksə, t'lərin hər biri müsbət olmalıdır. Yəni, müsbət ədəd olmalıdır. 0 olsa 3 dənə kök olur. Müsbət ədəd olsa 2 dənə t tapmalıyıq. T1 ilə T2 və onlar ayrı-ayrı müsbət olmalıdır. Yəni, t'nin kökləri ikisi də müsbətdirsə, təbii ki, 2 dənə müsbət ədədin cəmi də müsbətdir, hasil də müsbətdir. Gördüyünüz kimi, bu t'nin köklər hasili 8-ə bərabərdir, köklər cəmi 6-ya bərabərdir. Deməli, 4 dənə kök olması üçün köklər, həmin o t'lər müsbət olmalıdır. Yəni köklər cəmi də müsbət olmalıdır, hasil də müsbət olmalıdır. Gördüyünüz kimi burada köklər cəmi müsbətdir, köklər hasil də müsbət olmalıdır. n-2 bəs böyükdür 0 yoxsa böyükdür bərabərdir 0. Təbii ki, böyükdür bərabərdir 0, çünki m-in 2 qiyməti bizim şərtimizi neyinir? Ödəyir. Onda m-2 böyükdür bərabərdir 0, alırıq ki, m böyükdür bərabərdir 2-dən. Bir də ki, həmin o t'lərin mövzuluğu üçün diskriminant gərək müsbət olsun. Gəlin buranı siləyim. Diskriminantı müsbət götürək. Yəni 36 çıxılsın, 4 vurulsun, m çıxılsın 2. Böyüdür 0-dan. Buradan alaram ki, m-2 kiçikdir 9-dan və m kiçikdir 11-dən. Deməli, mənfi nə idi? 2-dən böyük bərabər 11-dən kiçik. Burada nə var? 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Oldu 9 dənə. Gəlin bunun qrafik üsuluna da baxaq. O daha maraqlıdır. Daha maraqlı deyil. O biraz asına qaçmaq kimi olur. Yəni bu şəkildə daha başa düşüləndir əslində. Gəlin qrafiklə də baxalım. Qrafiki necə qura bilərik? Tam kvadratı tamamlamaqla. X kvadrat çıxılsın 6 mod x. 6 mod x. Özümüzdən 9 əlavə edib 9 çıxaq. Üstə gəlsin m-2 bərabərdir 0-a. Bu eləyir nə? Mod x minus 3-ün kvadratı. Bu da eləyəcək bərabərdir 11 minus m-ə. Düzdür. Səliqəsiz yazdım, xoşuma gəlmədi. Bir də yazıram bunu. Baxın, bu isə oldu nə? Mod x çıxılsın 3-ün kvadratı. Düzdürmü? Bərabərdir. Göndərəm də bu tərəfə mənfi 9 çıxılsın 2, mənfi 11, necə müsbət 11 çıxılsın m. Deməli, bunun qrafikini qurmaq üçün, bunun qrafikini qurmaq üçün bizə 2 dənə şərt lazımdır. Bir, x bir dəfə böyükdür bərabərdir 0 olanda, modulda müsbət çıxsın da, düzdürmü? Olacaq x çıxılsın 3-ün kvadratı. Bir də ki, ikinci halda x kiçikdir bərabərdir 0 olanda, mənfi x minus 3-ün kvadratın. Bunun qrafikini qurmalıyıq. Baxaq bir dənə. Deməli, y oxu, x oxu. Yəni, bura olur nə? Deməli, 3. Bunun qrafikini qururam. İndi tutaq ki, bunun qrafiki belə olacaq da, düzdürmü? Paraboladır. Hamımız bilirik bunu. Parabola olmalıydı. Lakin burada x-i 0-dan böyük bərabər götürdüyümüzə görə
x-in 0 qiyməti, x ümumiyyətlə mənfi qiymətlər alır. Yəni bu ikinci rübə keçmir də. Ona görə bunun qolu buradan kəsiləcək. Elə bu qalacaq birinci rübdə. Baxın burada. Bu olur -3 bunun qrafikdə. Burada isə necə olacaq? Yenə eyni məsələdir, baxın. Əslində belə olmalıdır, düzdürmü? Dəqiqə. Belə olmalı, tutaq ki də. Buranı belə kesir. Yəni normal halda belə olmalıdır, düzdürmü? Lakin x kiçikdir 0 olduğuna görə x-in müsbət qiymətlərini almır. Yəni baxın buranı almayacaq. Yəni bunun da qolu elə burada kəsiləcək. Burada. Və bu qaraladığım hissə nədir? 9. Düzdürmü? Baxın, gəlin düz xətləri keçirdək. Burada olsa neçə kök var? 2 kök. Bu düz xətlə parabolların çəkmə nöqtələrinin sayına baxırıq. Burada olsa, yəni buradan olsa yenə 2 dənə kök. Lakin bu tam 9-un üstündən keçsə 1, 2, 3 dənə kök. Baxın, ən az 3 kök. Bax, budur da ən az 3 kök. 1, 2, 3 dənə. Sən buradan keçsə 1, 2, 3, 4 dənə. Yəni məsələn buradan da olsa, yenə 4 dənə kök olacaq, düzdürmü? Yəni bu da bizim şərtimizə zaten zidd deyil ki. Lakin buradan keçə bilməz. Niyə? Çünki burada 3 dənə kök, daha doğrusu 2 dənə kök var. -3-ün müsbət 3. Bu bizim şərtimizə uyğun deyil. Yəni baxın bura boşdur. Bura boşdur, bura 0-dır, düzdürmü? Bura boş olacaq. Gəlin buranı rəngləyək. Ağardaq buranı. Baxın, bura boşdur. Aha. Yəni 9 0-da almır. Baxın, yəni bura. 0-da almır. Yəni 11 minus m daxildir da bura, düzdürmü? 11 minus m. Deməli 0-dan böyük, 9-dan kiçik bərabər. Yenə bu bərabərsizliyi həll eləsəniz, bayaqki belə deyək, bərabərsizliyi alarsınız. Yəni bayaq nə almışdıq? M kiçikdir, bərabərdir 2-dən. Baxın bunu alarıq. Bunu həll eləsəniz. Yenə təbii ki, cavab 9 olacaq. 16-cı sualda deyir ki, funksiyası sabit funksiya olarsa C vurulsun F-də A-sının qiymətini hesablayın. Biz bilməliyik ki, əgər funksiya sabit funksiyadırsa, orada bir mənalı olaraq dəyişən iştirak etməməlidir. Yəni, məsələn, fx bərabərdir 12 və yaxud y bərabərdir 5, bunlar sabit funksiyalardır və gördüyünüz kimi burada dəyişən iştirak etməmir. Ona görə də biz deməli, verilmiş funksiyada dəyişənləri aradan qaldırmalıyıq. Bunun üçün nə edə bilərik? Gəlin x kvadratı sürət və məxrəcdən möhtəzə arasına çıxaraq. Fx bərabərdir x kvadrat olsun, c üstə gəlsin 4 bölü x, üstə gəlsin d bölünsün x kvadrat. Bölünsün, x kvadrat olsun 4 üstə gəlsin 8 bölü x, üstə gəlsin 6 bölünsün x kvadrat. Biz bunları ixtisar eləmək üçün ilk olaraq möhtəzə daxilindəki ifadələrə baxaq. Görək ki, burada 4 bölünsün x var, burada 8 bölünsün x var. Gəlin bunları eyniləşdirmək üçün yuxarıdakını 2-yə vurub 2-yə bölək. Onda necə olacaq? Fx bərabərdir x kvadrat vurulsun. Gəlin buradan x kvadratları ilə ixtisar eləyək də. Baxın, x kvadratları ixtisar getdi. Aldı nə? 2-ni də içəri vururam. 2 üstə gəlsin 8 bölü x plus 2d bölünsün x kvadrat. Vurulsun 2'də 1. Vurulsun 2'də 1 yaxud 0,5. Bölünsün 4 üstə gəlsin 8 bölünsün x plus 6 bölünsün x kvadrat. İndi ixtisar eləyə bilərik. İxtisar eləməyimiz üçün, deməli, bunlar təbii ki, eyni ifadələr olmalıdır. Yəni, 2c 4-ə bərabər olacaq. Oradan alaraq ki, c 2-dir.
2D bölünsün x kvadratda 6 bölünsün x kvadratına bərabərləsə, yəni 2D bərabərdir 6, aydındır ki, D 3-ə bərabərdir. Bizdən soruşur, C vurulsun FD, yəni 2 vurulsun FD-ni. 2 vurulsun FD, yəni x-lərin yerinə gətirib D yazsaq. C 2-dir, 2D kvadrat, üstə gəlsin 4D plus D, yəni 5D bölünsün 4D kvadrat, üstə gəlsin 8D plus 6 bərabərdir 2D kvadrat plus 5D bölünsün. Buradan 2'nin məxəzavəsini çıxarıb buradakı 2 ilə iqtisar eləsək, qalar 2D kvadrat plus 4D üstə gəlsin 3. D 3'dür də. Yerinə qoyuram. 2 vurulsun 9 plus 15 bölünsün. 2 vurulsun 9 üstə gəlsin 12 plus 3. Yuxarı eləyir 33. Eləyir 66. 0,5. 17-ci sualda deyir ki, tili 6 olan kubun bütün üzvlərinin simmetri mərkəzlərini birləşdirməsi alınan fiqurun həzmini tapın. Məmnun vaxtımız yetməsin deyə şəkil çəkmişdim burada. Baxaq. Kubun tili 6-dır. 6-dır deməli. Bütün üzvlərinin simmetri mərkəzlərinin birləşdirilməsi alınan fiqur oktaedrdir. Yəni oktaedr nədir? Gördüyünüz kimi baş-başa dayanan 2 dənə bir-birinə kongruent piramidadan təşkil olunubdur. Və biz asanlıqla, yəni biz deyəndə siz asanlıqla isbat edə bilərsiniz ki, bunun həzmi 3/1 A kub kök 2-yə bərabərdir. Mən bunu əzbər olaraq bilirəm. Ona görə birbaşa düsturla yazacağam. Burada A oktaedrin tilidir. Biz bu oktaedrin tilini necə tapa bilərik? Bir dəqiqə. Aha. Deməli, biz oktaedrin tilini təbii ki, Pifagorla tapa bilərik burada. Bir dənə bura baxın. Mən burayla buranın ortasını bu şəkildə birləşdirsəm, buraya deyəcək 3, 3. Aha. Burayla bunun ortasını belə birləşdirsəm, 3, 3. Bir dənə bura fikir verin. 3, 3. Onda burada 3'dür. Bu hissə də 3'dür. Sanki yeni bir kub yarattım da. 3, 3. Onda baxın bura neçə nədir? 3 kökdə 2. Yəni oktaedrin tili 3 kök 2-yə bərabərdir. Düsturda yerinə qoyalım. 3/1. A kub 3 kök 2'nin kubu eləyəcək 54 kök 2 vurulsun kök 2. Bu sadəcə 18 vurulsun 2 cavab eləyəcək 36. D. Baxaq 18'ə. 18'də deyir ki, AC-dən AB-nin çıxanda 1 qalır. Onda gəlin AC-yə bir x plus 1 deyək. AB-yə də x deyək. BC-də 29'dur. Təbii ki, Pifagor teoreminə əsasən deyərik ki, x plus 1'in kvadratı üstə gəlir x kvadrat bərabərdir 29. Amma mən tövsiyə edirəm ki, bunu atasınız. Yəni, çünki burada yaxşı ədədlər deyil bunlar. 20, 21, 29 bucaqda bu. 20, 21, 29. O qədər də tanınan bir Pifagor üçlüyü olmasa da, yəni ən azından artıq tanımış oldunuz da. B-yə 63'dür. B-yə 63'dür. Bizdən BD parçasının uzunluğunu soruşur. BD gəlin bir y deyək. Baxın, burada əgər 90 dərəcə varsa, tutaq ki, bura olsun alfa. Bura olacaq, tutaq ki, teta bucağı. Alfa 90 dərəcə, bura gərək olsun teta. Onda bura alfa. Deməli, baş-başa dayanan 2 dənə düz bucaq bir-birinə nədir? Oxşardır. Teta bucağın qarşısı bizə belə deyək, kömək eləməz. Çünki burada D yoxdur. Onda gəlin baxaq alfa bucağın qarşısına. ACB bucağında alfa bucağının qarşısında nə dayanıb? 21. Burada 63. Yəni burada deyəndə BD bucağında. Sonra ACB bucağında təzədən 90 dərəcənin qarşısında 29. BD bucağında 90 dərəcənin qarşısında y dayanıbdır. Bunlar ixtisar getsə 3,
Deməli, y olur neçə? 87. 19. Deməli, integral pi bölünsün 3, 0. Görürük ki, bunların sərhədləri eyni deyə, bunları eyni bir integralın altına yaza bilərik də. 1 üstə gəlsin. 1 üstə gəlsin. Tangens x-in kvadratı çıxılsın 2 tangens x dx. Gəlin açaq. İntegral pi bölünsün 3-dən 0-a. 1 üstə gəlsin 2 tangens x plus tangens kvadrat x. Tangens kvadrat x çıxılsın 2 tangens x dx. Yani integral pi bölünsün 3-dən 0-a. Mənfi 2 tangens x-dən müsbət 2 tangens x islah gedir, qalır. Tangens kvadrat x plus 1. Biz bilirik ki, bu nəyə bərabərdir? Yəni, əsas eyniliklərdən bunu bilirik. Kosinus kvadrat x-ə bərabərdir. Daha doğrusu, özür istəyirəm. 1 bölünsün kosinus kvadrat x-ə bərabərdir. Bu da nəyə bərabərdir? Tangens x-in törəməsidir bu. Tangens x Newton Leibniz'e göre bura pi bölünsün 3, 0. Tangens pi bölü 3 çıxılsın tangens 0'da 0 alır. Tangens ilə pi bölü 3 tapsa bizə kifayətdir. O deyilir kök 3. 20-ci sual. Funksiyasının təyin oblasına daxil olan tam ədədlərin cəmini tapın. Görürük ki, burada məhrəcdə x çıxılsın 7 var. Deməli, x fərqli 7. Çünki məhrəc 0-a bərabər ola bilməz. Sonra bilirik ki, loqaritma a əsasdan b-də a 0-dan böyük olmalıdır və a 1-dən fərqli olmalıdır. B isə 0-dan böyük olmalıdır. Deməli, x çıxılsın 5, x çıxılsın 5 böyükdür 0. Bir də ki, x çıxılsın 5 fərqlidir 1. Yəni, buradan alarıq ki, x fərqlidir 6-dan. Yəni, burada yazaq bunu. X fərqlidir 6-dan və ki, x böyüdür 5-dən. Bir də ki, kök altında 10 minus x var, yəni b. 10 minus x də böyük olmalıdır 0-dan. X kiçikdir 10. Yəni, bizim x-imiz 5 ilə 10 arasındadır. Lakin 6 ilə 7-ni almır. 6 ilə 7-ni almırsa, 6'ını almır, 7'ni almır. 8 plus 9. 17. 21-ci sualda deməli tənliklər sistemində modulda x minus y tapın. Gəlin bizə verilmiş tənliklər sisteminin birinci tənliyini buraxacaq. X kvadrat çıxılsın x y bərabərdir 41-ə. Yx çıxılsın y kvadrat bərabərdir 25-ə. Aldığımız bu tənliklər sistemini tərəf-tərəfə toplamaq bizə bir şey verməz. Yəni, tərəf-tərəfə çıxaq. X kvadrat çıxılsın 2xy üstə gəlsin y kvadrat bərabərdir 16-ya. X minus y-in kvadratı bərabərdir 16-ya. Deməli, bizdən modulda x minus y soruşur. Eləyəcək 4. Qonşu bucaqlardan biri o birinin 80%-dir. Tutaq ki, biri deməli x-dir, digəri olacaq 0,8x. Bunların cəmi 180 dərəcəyə bərabərdir. 1,8x bərabərdir 180 dərəcə. Buradan alarıq ki, x bərabərdir 100 dərəcə. Kiçik bucaq dərəcə olsun soruşur. Kiçik bucaq 80 dərəcədir, böyük bucaq da 100 dərəcədir. 23-cü sualda deyir ki, limitini hesablayın. Baxın, burada görürsünüz ki, verilmiş limitin məhrəcində kök altında 1 çıxılsın kosinus 6x var. Biz hamımız bilirik ki, dərəcə azaltma düsturuna əsasən sinus kvadrat x bərabərdir 1 çıxılsın kosinus 2x bölünsün 2.
Gəlin verilmiş limitin məhrəzini bu düstura oxşatmağa çalışaq. Görürsünüz ki, burada kök yoxdur da, amma burada kök var. Olsundan onda gərək biz sürət məhrəzi kökçəyə bölək. Gəlin böləyim. Sürət məhrəzi kökçəyə bölək. Limit x yaxınlaşır p-yə. Modulda sinus 6x bölünsün 1 çıxılsın kosinus 6x bölünsün 2'ye bərabərdir. Limit x yaxınlaşır p-yə. Modulda sinus 6x olduğu kimi qalsın. Deməli, məhrəz sinus 3x-in asılışıdır. Sinus 3x. Biz bilirik ki, sinus 2 alfa nəyə bərabərdir? 2 sinus alfa kosinus alfa. Modulda sinus 6x'in yerine yazıram. 2 vurulsun modulda sinus 3x vurulsun kosinus 3x bölünsün sinus 3x. Bunlar ixtisar gedir. Qalır limit. Deməli, limit x yaxınlaşır p-yə 2 kosinus 3x. 2 kosinus 3x. Aydındır ki, bu da kosinus p-də 1 alır. Yəni cavab olacaq 2. 24. 24 konkret düsturdur. Ortogonal proyeksiyon düsturu. S proyeksiya bərabərdir. S figur vurulsun kosinus alfadır. Şəklə diqqətlə baxın. Bu şəkli mütləq yadda saxlayın. Mütləq yadda saxlayın. Onda S proyeksiya nəyə bərabərdir? S figur 30 vurulsun kosinus 60 2'də 1. Cavab olacaq 15. 25-ci sual. Bu sual yəni konkret bizim əzbərimizi yeniləmək üçün qoymuşam bunu. Demişdik ki, məsələn burada necə olur? Bura 20-dirsə, əsl üsulu necə olur? Bura x olsun, bura olsun 20 minus x. Kök altında 64 plus x kvadrat buradır. Burada kök altında 49 üstə gəlsin 20 minus x-in kvadratıdır. Bu ikisinin cəminin törəməsini tapmalıyıq. Amma biz asan necə yadda saxlamışdıq? Dedik ki, bu 7-ni, baxın bunu. Salırsan bura 7, oldu bura neçə? 15. Bura neçədir? 20. Bunu da deməli aşağı köçürürsən 20. Baxın. Bir dəqiqə. Aha. Bunu da belə birləşdirsən 15, 20 bura eləyir 25. Vəssalam. 26. Vektorları kolinear olarsa verilmiş vektorun uzunluğunu tapın. Deməli, kolinear və yaxud paralel vektorlar, yəni vektorların kolinearlıq şərti odur ki, yəni iki vektor o vaxt kolineardır ki, onların uyğun komponentlərin nisbəti bir-birinə bərabərdir. Yəni 4 bölünsün 6 bərabərdir 8 bölünsün k-yə. Buradan k 12'ye bərabərdir. K 12'dirsə, bu lambda 12, 16. Vektorun uzunluğu da bilirsiniz ki, komponentlərin kvadratları nə idi? Kvadratları cəmidir kök altında. Yəni kök altında 144 plus 16 və yaxud elə Pifagor teoreminə birbaşa 12, 16, 23 bucaqdır. Vektorun uzunluğu olacaq 20. Gəlin yazım bir dənə belə. 144 üstə gəlsin 256. Yəni kök altında 400 o deyir 20. 27-ci sualda deməli mərkəzləri O1, O2, radiusları R1, R2 olan çevrələr üçün uyğunluğu müəyyən edin. Birinci hal nədir? Deməli birinci halda R1 plus R2 O1, O2'yə bərabərdir. Bu zaman çevrələr xaricdən toxunur. Baxın, tutaq ki, belə. Bu da olsun 2-ci çevrə. 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 2-ci
O1, O2. Bu olsun R1, R2. Görürsünüz ki O1, O2 nə bərabərdir? R1 plus R2-yə bərabərdir. Yəni, deməli, 1-ə gedəcək. Çevrəli xaricdən toxunur B. 2, bu, deməli, buna aiddir. Hansı? Bu, çevrələrin birinin digərinin daxilində olduğu haldır. Yəni, baxın, əsasən bunu belə göstəririk. Bax ki, burada belə bir çevrə var. Bu olsun O1. Deməli, bura O2-dir. Deməli, O1, O2. Bura ümumi R1-dir. Bu ikisi isə də R2-dir. R1-dən R2 çıxanda qalır, baxın, bu böyük isə, bu ikisi isə də O1, O2-dir. Və buradan alırıq ki, baxın, elə bu şərti alırıq da buradan. R1 çıxılsın R2. Mən burada indi böyük çevrənin radiusunu R2 ilə işarə edim. Fərqi yoxdur, onsuz da modul var da. Böyükdür O1, O2-dən. Yəni, bu şəkildən də onsuz da görsənir. Üçüncü hal necədir bəs? Deməli, burada da çevrələr xaricdən deyəndə bunlar kəsişəcək. Baxın, bura olsun O1, O1, O2. Bir dəqiqə. Baxın, bura olsun R1, R2. Üsubuzaq bərabərsizliyinə əsasən O1, O2, O1, O2. Modulda R1 çıxılsın R2-dən böyük, R1 plus R2-dən kiçik olmalıdır. Yəni, bu da çevrələr kəsişir halına aiddir. 2-yə də gedirdi, deməli nə? A. Belə. 1B, 2A, 3C. 28-ci sualda deyir ki, katetlər 6 və 8 olan düzbucaqlı üsbucağın düzbucaq təpəsindən hipotenuza paralel düz xətt çəkilmişdir. Medianların kəşfi nöqtəsindən həmin düz xəttə qədər məsafəni tapın. Sualı oxudum ki, yadımda saxlayayım. Çünki burada yazmayacağım, yerimiz azdır. Deməli, katetlər 6, 8, 6, deməli 6, 8 hipotenuza paralel düz xətt çəkilmişdir. Medianların kəsmə nöqtəsini gəlin qeyd edək. Bir dəqiqə. Bizə deyir ki, həm bu medianların kəşfi nöqtəsindən, buna biz bəzən ağırlıq mərkəzdə deyirik, həmin o nöqtədən bu düz xəttə qədər olan məsafəni bizdən soruşur. Bu olsun, tutaq ki, H1. Bu hündürlüyün damını da belə çəkək. Bu olacaq H2. H2. 1, 2, bura mediandırsa, yəni bunlar mediandırsa, bura olacaq 3, 3, deməli 4, 4, bura 4, 4, 6, 8, 10'dur da, burada 10'dur, bura 5, 5. Biz bilirik ki, əgər düzbucaqlı üsbucaqda və yaxud ümumiyyətlə istənilən üsbucağın bütün medianları daha doğrusu çəkilərsə, bu zaman 6 dənə bərabər sahəli üsbucaq yaranır. Deməli, gəlin bu üsbucağın sahəsini tapaq. Nəyə bərabərdir? 2-də 1 A vurulsun B-dən. 2-də 1 6 vurulsun 8. Yəni 24. Baxın, bura S-dir. S, 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 S. S-də nə oldu? 1, 2, 3, 4, 5, 6 dənə. Yəni 6S bərabərdir 24-də. Onda S nəyə bərabərdir? 4-də. Yəni bir dənə üsbucağın sahəsi 4-dür. İndi siz diqqət edin. Baxın, gəlin adlandıraq da. ASB üsbucağı. ASB üsbucağı deyirəm. Gəlin bura bir O deyək. AOB üsbucağına baxın. Bu üsbucağa bir dənə baxın. Bu üsbucağa.
Bu üst buzağın sahəsi nəyə bərabərdir? Yəni S AOB nəyə bərabərdir? 2S, yəni 8-ə. O 8 bəs nəyə bərabərdir? 2-də 1 AH 10 vurulsun 10-a çəkilmiş hündürlük, yəni H2. 5 H2 bərabərdir 8, deməli H2 nəyə bərabərdir? 1,6-ya. H2 oldu 1,6. Biz bilirik ki, medianlar kəsişir. Kəsişmə nöqtəsində təpədən başlayaraq medianlar 2-nin 1-ə nisbətində bölünür. Yəni tutaq ki, bura olsun 2M, o zaman bura olacaq M. Bilirik ki, bu bucaqla, baxın bu nöqtə qoyduğum bucaqlar qarşılıqlı bucaqlar olduğuna görə onlar bərabərdir. Və ortaq 90 dərəcə var. Deməli, bu üçüncü bucağa da bir teta desək, baxın bu bucaq, bu balaca bucaq. Ox qoyuram. O da tetaya bərabərdir. Deməli, bu belə deyək də, türklər buna kəpənək vari bir, burada üç bucaq var, oxşar üç bucaqlar. Baxın, bu üç nöqtə qoyduğum üç bucaqlar bir-birinə oxşardır. Və diqqət edirsinizsə, oxşarlıq əmsalı 2-yə bərabərdir. Oradan da deyə bilərik, məsələn, 1,6-dırsa, 1,6-nı 2-yə vururuq, H1 olacaq 3,2. Yəni bizdən elə H1 soruşur, o da 3,2 və yaxud tərəf bucaq nisbətlərini yazıb yenə də eyni nəticəyə gələ bilərsiniz. Cavab olacaq 3,2. %2. 29-cu sual. Radiusu 6 desimetr, hündürlüyü 10 metr olan silindir formalı rezervuar kerosin ilə tam doldurulub. Rezervuardakı kerosinin 30%-ni 30 litrik, qalanlarını 40 litrik konteynerlərə boşaltdılar. Təsadüf seçilmiş bir konteynerin 40 litrlik olması hadisəsinin ehtimalını tapın. Deməli, biz burada nə edə bilərik? Baxın, əgər baxın rezervuar, bu silindrik rezervuar ağzına kimi kerosinlə doldurulubsa, deməli həmin o rezervuardakı kerosinin miqdarı litrlə həmin o silindr formalı kerosinin həzminə bərabərdir. Təbii ki, bu silindr formalıdır. Bunun həzmi pi kvadrat H düsturunun əsasında tapılır. Deməli, kerosinin miqdarı nəyə bərabərdir? Pi r kvadrat vurulsun H. Sadəcə burada metr desimetr məsələsi var. Ona baxın bir dənə. R kvadrat. Desimetrdən götürək 36. Deməli, onun yerinə yazmalı 100. Bu nə qədər eləyir? 10.800 litr. 10.800 litr bu kerosin rezervuarında kerosin var. Baxın burada. 10.800 litr. 30 deməli 30%-ni 30 litrlik qablara, daha doğrusu konteynerlərə. 10.800-ün 30%-i nə qədər eləyir? 10.800-ün 30% eləyir. Deməli, bunları getsə 3.240 litr kerosin var. Bu 3.240 litr kerosini hər biri 30 litr tutan neçə dənə konteynerə boşalda bilərik? Təbii ki, 3.240-ı böləcəyik neçəyə? 30-a. Bu zaman neçə eləyir bu? 108. Yəni 108 dənə 30 litrlik konteyner lazımdır bizə. İndi 3.240 litr tapdıq. Aha. İndi gəlin 10.800-dən 3.240 litri çıxaq. Çünki deyir ki, qalanlarını 40 litrlik konteynerə boşaldıblar. O eləyəcək deməli 7.560 litr. Deməli bizdə qalıb 7.560 litr kerosin və bu 7.560 litr kerosini hər biri 40 litr tutan neçə dənə konteynerə deməli tökə bilərik. Onu tapmaq üçün təbii ki, bunu 40-a böləcəyik. Deməli bu da eləyəcək deməli 189 dənə 40 litrlik konteyner. Təsadüfi seçilmiş bir konteynerin 40 litri olması hadisəsinin ehtimalını tapın. Deməli, bir yerdə neçə dənə konteyner var? 40 litrliklə 30 litrlik. 189 plus 108 eləyəcək 297 dənə. Bunun ehtimal hissəsi əslində asandır. Baxın, heç burada kombinezon falan yoxdur.
40 litri olması hadisəsinin ehtimalı. Deməli, bizim əlverişli halımız nə oldu? 40 litrik neçə dənə konteyner var? 189 dənə. Deməli, ixtisar getsə nə qalır? 27 ixtisar gedir də. 11-də 7. Cavabımız olacaq 11-də 7. 30-cu sualda deyir ki, şəkildə ABC'də qabarıq 4 bucaqlısı verilmişdir. AC parçasının uzunluğunun ABC'də 4 bucaqlısının perimetrin yarısından kiçik olduğunu ispat edin. Amma burada elə də çətin bir şey yoxdur. Bura olsun A, bura olsun B, C, D. Burada olsun AC bir M deyirəm. M, yəni AC parçası həm ABC, həm də ADC üçbucaqlar üçün ortaq tərəf olduğuna görə hər iki üçbucağa da M-ə nəzərən üçbucaq bərabərsini yazaq. M kiçikdir A minus B, daha doğrusu böyükdür və M kiçikdir A plus B-dən. Bunu biz ABC üçbucağına görə yazdıq. İndi ACD üçbucağına görə C minus D, C plus D. Əslində sol tərəf o qədər də önəmli deyil, amma yenə onu da yazacağım. Toplayaq tərəf-tərəfə. A minus B üstə gəlsin C minus D eşitdir 2M. A plus B plus C plus D. Bərabərsizliyin verilmiş 2 qat bərabərsizliyin sağ tərəfinə diqqətlə baxsaq, gəlin hər tərəfi 2-yə bölək. A plus B plus C plus D bölünsün 2 böyükdür M-dən. Bizdən nəyi ispat eləməyimizi istəyirdi? AC parçasının uzunluğunu, yəni M-in verilmiş 4 bucağının perimetrinin yarısından kiçik olduğunu ispat edin. Gördüyünüz kimi ispat olundu. Bu qədər.